Yenə yağış yağdı və yenə də bütün Bakı və Abşeron yarımadasını bütövlükdə az qala sel suları götürdü. Və bu həm də hansı ərəfədə idi? Bu taleyin və yaxud da ki, Tanrının bir ironiyası da buna demək olar. Bakıda Ümumdünya Şəhərsalma Forumu keçirilirdi və beynəlxalq tədbir hesab olunur. Müxtəlif çəkidə qonaqlar var idi və biz bir də bu qonaqlara nümayiş etdirirdik ki, şəhərlərinizi necə salmamalısınız, necə salmalısınız yox. Bugün Bakı və Abşeron yarımadası bütövlükdə ağlar günə qoyulub bu hökumət tərəfdən. Hansı tərəfə baxsaq, hansı bir yerə baxsaq, daş beton divarlardır və 2,5-3 milyon nəfər üçün nəzərdə tutulmuş şəhərdə bugün iqtisadi krizis səbəbindən, regionlarda işsizlik səbəbindən az qala 4,5 milyona yaxın rəsmi və qeyri-rəsmi rəqəmlərə görə artıq insanlar məskunlaşıb və təbii ki, binalar tikilir, tarixi abidələr sökülür, onların yerində yenə də binalar tikilir və bu kanalizasiya sistemləri də buna tab gətirmir. Və hökumət də bunun adını qoyur ki, normadan artıq yağan yağıntılar. Bu təzə termindir. Bu nədirsə, təzə elmi kəşf olunub ki, hər dəfə Bakıda yağış yağandan sonra müxtəlif səpkidə, hətta faciəvi durumda kritik vəziyyət yaranır. Bütün Bakını, bütün Abşeronun küçələrini, məhəllələri, sahibkarların müxtəlif obyektlərini su basır. İnsanlar az qala lotkalarla, gəmilərlə Bakının içərisində hərəkət edərlər və hökumət də bunun adını qoyur ki, problem bizlik deyil, problem bizim infrastruktur deyil, problem bizim sistemimiz deyil, problem sadəcə Tanrıdadır, problem sadəcə təbiətdədir ki, o bizə normadan artıq yağıntı göndərib. Nə edə bilərik biz? Hökumətin cavabı budur Azərbaycanlılara. Buna cavab demək olarsa. Təbii ki, hökumətin bizə heç vaxt cavabı olmur. Biz Azərbaycanlılara, Azərbaycan iqtidarının heç vaxt cavabı olmur. Çünki onlar özlərini bu xalq qarşısında cavabdeh hesab etmirlər. Çünki Azərbaycan məmurları özlərini Azərbaycan xalqı qarşısında cavabdeh hesab etmirlər. Onlar düşünürlər ki, onlar sadəcə bu dövlətin başçısı olan, bu dövlətin özü hesab olunur. İlham Əliyev qarşısında cavabdehdirlər, çünki onları o vəzifəyə o təyin edib və onlar xalqdan asılı deyirlər, onlar xalqa cavabdeh daşıdıqlarını düşünmürlər və o məsuliyyəti üzərlərində hiss etmirlər. Onların sadəcə bir məqsədi var, özlərini İlham Əliyevin gözündə daha yaxşı göstərmək, onun bütün tapşırıqlarını canla başla yerinə yetirməyi göstərmək və yaxud da ki, elə dedikləri kimi də etmək nələrsə. Ona görə də bugün Azərbaycan xalqının durumu çox da məsuliyyətli şəxslərin, məsul şəxslərin, bu vəzifədə olan şəxslərin çox da marağında deyil. Yağıntının bol miqdarda düşməsi, ümumiyyətlə bunu o qədər də bu təbii fəlakət deyil axı. Yəni burada fövqəladə bir həftə boyunca, 10 gün boyunca dayanmadan, durmadan yağıntılar düşməmişdi axı. Hamımızın gözü qarşısında oldu. Bir balaca yağıntılar düşən kimi Bakıda infrastruktur dayanır. Az qala marşrutlar dayanır, metronun özünü az qala su basır. Nə qədər bizim qarşımıza videolar çıxır ki, nə qədər insanların, sahibkarların obyektlərinə ziyan dəyib. Meyvə tərəvəz məhsulları satanlara külli miqdarda ziyanlar dəyib. Və insanlar bu durumda nə etməlidirlər? Obyekt icarəyə götürüb, yağış yağır, bütöv gəlib görür ki, onun içi bütöv sudur. Və siz düşünün, o insan nə qədər stres keçirir, hələ onun itirdiyi büdcəni, maliyyəsini demirəm. Və bütün bunları dövlət kompensasiya edəcəkmi, etməyəcəkmi bilinmir. Hələ Bakıda bir ərazidə daş tökülmüşdü maşınların üzərinə. Yağıntılardan sonra sürüşmə baş vermişdi, səhv etmirəmsə, və yaxud da hansısa bir yarım tikili dağılmışdı və bir neçə maşına, hətta ona yaxın maşına külli miqdarda zərər dəymişdi, külli miqdarda. Bəlkə də orada bəzi maşınlar ümumiyyətlə artıq yararsız hala düşmüşdü bundan sonra. Və siz təsəvvür edin, indi bu insanların sonu necə olacaq? Bəlkə o insanların arasında kimsə taksi fəaliyyəti ilə məşğul idi və onun çörəyi o maşından çıxırdı, necə deyərlər. Və bütün bunların fonunda Azərbaycan hələ dünyaya şəhərsalma forumu haqqında tədbir keçirib, dərs keçir ki, baxın, şəhərlərimizi biz necə salırıq, necə salırsınız? Tarixi abidələri söküb yerində daş binalar tikirsiniz.
Və bəlkə də heç Bakı bugün özü ümumiyyətlə Abşeron yarımadasıdır, Xəzər dənizinin böyründə yerləşir. Neft yataqları var yaxınlığında. Şəhərin aşağısında kanalizasiya sistemi artıq çöküb bərbad durumdadır. Və bəlkə də Bakı bugün o qədər ağırlığında daş, beton binaları qaldıracaq yükdə deyil, sözün həqiqi və hərtərəfli mənasında. Heç bunları ümumiyyətlə yoxlayan varmı? Ümumiyyətlə Bakının memarlıq işləri ilə məşğul olan Dövlət Komitəsi, ümumiyyətlə bu cavabdeh şəxslər kimlərdir? Bu tikintilərə, bu söküntülərə, yol infrastrukturu haqqında necə ola bilər ki, yolları su bassın? Bəs siz necə sistem qurmusunuz? Yol tikirsiniz, yol çökür, körpü tikirsiniz, körpü çökür. Nə qədər yeyinti etmək olar ki, sizin tikdiyiniz körpü heç 5 il müddətinə belə getməsin? Problem təkcə Bakıda deyil ki, Sumqayıtın özündə nə qədər yollar çöktü. Sumqayıtın özü də həmin vəziyyətdə idi. Abşeron yarımadasının bir çox kəndlərində, keşlərdə ümumiyyətlə insanlar üzürdülər. Küçədə, suyun içərisində, dənizdə yox, küçədə. Su basmış küçədə insanlar üzdükləri videoları viral olmuşdu sosial şəbəkələrdə. Heç olmasa zərrə qədər utanan Azərbaycan hökumətinin bir və yaxud da bir neçə nümayəndəsi var, yəni onlar iqtidar tərəfdirlər, hökumətdirlər. Bu xalqın bu durumunu görəndən sonra, infrastrukturun bu vəziyyətini görəndən sonra, heç bir gün çəkməyən düşən yağıntıdan sonra yaranan fəsadları görəndən sonra və xarici qonaqların qarşısında rüsvay olduqdan sonra zərrə qədər də olsa utanan kəslər varmı görürsün ümumiyyətlə Azərbaycan hökuməti daxilində? Mən fikirsizəm bu məsələ haqqında. Mən təbii ki, onların hər birisini şəxsən tanımıram. Və bu artıq bir neçənci dəfədir bu il təkrarlanır. Mart ayının 30-unda yağan yağıntılar, sonra aprel ayının əvvəllərində yağan yağıntılardan sonra, indi də may ayında yağan yağıntılar. Və hökumət sanki bunu bir dəfə düşür, iki dəfə düşür, heç olmasa hardasa nəticə çıxarmalıdır və yaxud da kanalizasiya sistemlərinin qurulması üçün, nələrin isə dəyişdirilməsi üçün işlər görülməlidir. O da görülmədi. Yaxşıdırlar ancaq hər şeyə bir sərəncam ayırıb 5 milyon, 10 milyon, 20 milyon pul ayırmağa, sonra ortada iş də olmur. Görülən iş də bir neçə ildən sonra, heç 5 il, 10 ildə çəkmir, o da sıradan çıxır və sonra yenidən ora pul ayırırlar və bir növ bununla büdcəni əməli başda talan edilir. Çox yaxşı bəhanələri olur əllərində büdcəni talan etməkdən üçün. Hansısa yolun təmiri, ancaq Azərbaycanda yollar təmir olunur. Sual da verən yoxdur ki, bu yol təmir olunanda bunun ən azı istifadə müddəti verilməlidir. Minimum neçə il bu yol gedəcək. Azərbaycanda biz bu təcrübəni görə bilirik ümumiyyətlə? Xeyr. Yollar demiş, Azərbaycanın qoru sərhədləri də bağlıdır və dünən Gürcüstan tərəfi növbəti dəfə artıq bəyan etdi ki, Bakı-Tbilisi, Bakı qatar yolu, dəmir yolu yenidən artıq açılır, qatar xidməti və bugün Azərbaycan tərəfi artıq bunu bu dəfə təsdiqlədi. Və belə görünür ki, artıq quru sərhədlər yavaş-yavaş açılmağa doğru başlayır. Açılmalıdır təbii ki, Azərbaycan dünyada az qala Şimali Koreyadan sonra quru sərhədləri bağlı olan yeganə ölkə bütün dünyada. Bizim quru sərhədlərimiz hər tərəflə bağlı idi, hər yerlə bağlı idi. Təkcə Naxçıvandan Türkiyəyə keçid var idi. Amma bizim Naxçıvana da hal-hazırda quru sərhədimiz yoxdur deyə Azərbaycan özü bütövlükdə heç bir ölkə ilə demək olar ki, quru sərhədləri yox. Təkcə Naxçıvan ayrı muxtar ərazi kimi, onun da təkcə Türkiyə ilə quru sərhədləri açılıb. Və biz artıq Ermənistanla iqtisadi münasibətlər yaxşılaşmağa doğru gedir. Təbii ki, irəliləyən illərdə Ermənistanla sülh müqaviləsindən sonra Ermənistanla sərhədlər də açılacaq. İranla sərhədlər açılacaq, Gürcüstanla, Rusiya ilə. Və insanlar buradan Rusiyaya getmək üçün 400 manat, 800 manat təyyarə bileti verməyib, 50 manata sərhədin o tərəfinə keçə bilərlər, 50-100 manat arası. Görün, insanlara nə qədər iqtisadi zərər vururdu bu. Həm də sərhədlərin bağlı olması təkcə insanların o ölkələrə səyahət və yaxud da iş baxımı ilə yox, müxtəlif iqtisadi əlaqələr baxımından da önəmlidir.
Məsələn, azərbaycanlıların daha çox üst tutduğu Gürcüstan bazarı və yaxud da Gürcüstanlıların azərbaycanlılara və o yaxın sərhəddə və yaxud da ki, Azərbaycanın cənub bölgələrində və yaxud da Biləsuvar tərəfdən İran sərhədi ərazilərinə insanlar keçib gedirdilər və orada daha ucuz məhsullar əldə edirdilər. Və bu hamısı insanların rifahı ilə bağlı məsələlər idi. Quru sərhədlərin bağlı olması siyasi aktla olması ilə yanaşı həm də iqtisadi akt idi. Və Gürcüstanla məsələsi də digər tərəfdən önəmli idi. Çünki Gürcüstan Azərbaycanlılar nə qədər Gürcüstan vətəndaşı var, nə qədər Gürcüstan azərbaycanlısı var ki, onların qohum-əqrabaları Azərbaycandadır və yaxud da əksinə Azərbaycanlıların qohum-əqrabaları Gürcüstanda yerləşir və onlar istədikləri vaxt gedib bir-birilə baş çəkmək üçün mütləq şəkildə məcburən gedib təyyarə vasitəsilə gedirdilər və bu da çox baha başa gəlirdi. İnsanlar bir-birinin xeyrindən, şərindən olurdular və görə irəliləyən günlərdə yəqin ki, daha detallı, daha rəsmi bu açıqlanacaq. Amma burada digər bir məsələ də biletin qiyməti olacaq ki, çünki təyyarə ilə gedəndə dövlət buradan bir xeyli vəsait qazanırdı. Qatar bildiyiniz kimi ucuz nəqliyyat vasitəsidir. Amma mən düşünürəm ki, Azərbaycan hökuməti bu dəfə də ənənəvi addımını atıb, yenə də büdcəni hər hansısa bir yollarla, təbii ki, xalqın cibindən götürüb dövlətin cibinə, dövlətin büdcəsinə qoymaq yolu ilə, yəni qatar biletlərinin qiymətini artırmaqla bu məsələni də bu cür çözmüş olacaq. Görək irəliləyən günlərdə təbii ki, bununla bağlı da hər hansısa bir rəsmi məlumatlar ictimaiyyətə açıqlanacaq.